Qarında ağrılar, kəskin apendisit. Bu uşaqlarda həddindən çox rast gəlinir. Əsasda mövsümü, qida dəyişikliyi zamanı, məktəb başlayan zaman, tətil başlayan zaman, bayramlar zamanı. Çünki qida dəyişikliyi baş verdikdə apendikulyar çıxıntı mənfəzi tutularaq onun içində qalan qidanın çürüməsi və iltihab prosesi baş verir ki, bu da apendisit yarada bilir. Bəzi hallarda apendikulyar çıxıntının qan dövranı pozulması nəticəsində də apendisit yarana bilir və yaxud keçirmiş infeksiya fonunda. Valideynlərə qısa olaraq vurğuladığımız nədir? Apendikulyar çıxıntı, iltihabı apendisit çox rast gəlinir. Özün biruzə verir, ürək bulanma, qusma, mədənin üstündə ağrılar və ağrılar getcə sağ tərəfə enməsi. İkinci növdə hansısa bir bağırsaq infeksiyası ishaldan sonra infeksiya fonunda baş verə bilir ki, bunu da unutmamaq lazımdır. Üçüncü olaraq, əgər bu problem baş veribsə, mütləq uşaq cərrahına getməyiniz tövsiyə olunur. Ev şəraitində müalicə etmək olmaz. Apendikulyar çıxıntının deşilməsi gecikdirdiyi halda peritonit, bu istər yerli, istərsə qarın boşuna yayılmış peritonitə çevrilə bilir. Son bir ildə gələn xəstəliklərin, appendikusundan gələn, apendikulyar çıxıntı iltihabı ilə gələn xəstəliklərin 90% peritonitlə gəlmişdir. Hansı ki 4-5 gün, bəzən də bir həftədən gec gəlmişlər ki, evdə öz başına müalicələr və yaxud ixtisas olmayan həkimlərin yazdığı dərmanlar nəticəsində bu hala düşmüşdür. Valideynlər diqqətli olun. Təşəkkür edirik.